Yenidən salam olsun hər kəsə. Bu videonu yenə də Ayıq Sürücü filmi ilə bağlı çəkmək istəyirəm. Son günlər Ayıq Sürücü ilə bağlı olan müzakirələr dayanmaq bilmir. Bildiyiniz kimi iki tərəf yaranıb bu filmdə. Ayıq Sürücüdə hər hansı bir problem olmadığını müdafiə edənlər və bu filmin orada ifadə olan bölgənin adı çəkildiyi üçün silinməsini istəyən insanlar var. Bir neçə gündür bununla bağlı müzakirələrdə mən də iştirak edirəm. Artıq dünən filmin rejissoru Elvin Rüstəmzadə və filmin baş rolunda oynayan Səmimi Fərhad Buzovna sakinləri ilə görüşüb. Sağ olsun ki, orada onları çox yaxşı qarşılayıblar və bu söhbət zamanı müəyyən bir-birimizə kompromisdə gəlmək qərarına gəldik. Buradan bir daha bildirmək istəyirəm ki, mən Azərbaycan bütün bölgələrinə sayğı duyuram və bu filmdə biz heç kimi təhqir etməmişik qətiyyən. Belə bir fikrimiz olmayıb. Bugün də özümü haqlı görürəm ki, həqiqətən səmimi bir şəkildə deyirəm ki, mən heç vaxt ağlıma gətirməzdim ki, bunu kimsə təhqir olaraq düşünə bilər. Ancaq mənim qarşımda indi seçməli olduğum iki cür yol var və o yolları sizinlə bölüşmək istəyirəm. Birinci yol odur ki, Ayıq Sürücü filminə heç bir müdaxilə olmayacaq. 220 min hal-hazırda baxış var və bu baxış qazanan filmə biz müdaxilə etməyəcəyik. Film olduğu kimi qalacaq. Çünki 100 mindən artıq film izlənəndə biz onu heç bir edit eləyə bilmirik. YouTube buna icazə vermir. Və film olduğu kimi qalacaq, müzakirələr davam edəcək, insanlar bir-birləri ilə problemlər yaşamağa başlayacaq. Çünki mən görürəm ki, TikTokda və digər şəbəkələrdə insanlar regional söhbətləri edirlər və gənclər bir-birlərini söhbətlərə çağırırlar. Bu çox mənim ümumiyyətlə ağlıma gəlməyən bir ssenari idi. İkinci yol isə ondan ibarətdir ki, biz bu filmi siləcəyik, yenidən yükləyəcəyik və bu çaxnaşmanın qarşısını alacağıq. Mənim üçün hər nə qədər çətin də olsa belə bir qərarı vermək ki, yəni bu mən düzgün başa düşün, həqiqətən ilk filmimdir. Mən ssenarisini yazdığım ilk film bu qədər böyük bir maraqla qarşılanıb. Bunun nə demək olduğunu istəyirəm ki, dərk edəsiniz. Bu mənim üçün çox çətin bir qərar da olsa, mən belə bir şeyin məsuliyyətini ala bilmərəm ki, sabahları kimsə bu filmə görə filmdə iştirak edən aktyora, rejissora təzyiq göstərsin. Ümumiyyətlə digər bölgələrdə insanlar bir-birlərini incitsinlər. Buna görə mən düşünmürəm ki, sənət belə bir şeydir ki, insanlar arasında çaxnaşma yaratsın. Mən belə bir şeyin günahını ala bilmərəm. Ona görə də mən ikinci yolu seçirəm və buradan elan eləmək istəyirəm ki, bütün bu məsələləri son qoymaq üçün yenə də deyirəm, hər nə qədər özümü sənətsel açıdan haqlı da görsəm, hər nə qədər geri çəkilmək istəməsəm də, mən istəmirəm ki, mənə görə kiminsə burnu qanasın, kiminsə üzsünlər, kiməsə buna görə aqressiya göstərsinlər və mən bütün bunların qarşısına keçmək üçün filmi silib yenidən başqa bir buzovna sözünü başqa bir sözlə ifadə olunduğu bir versiyada filmi yayımlamaq istəyirəm. Ümid edirəm ki, bu müraciətimdən sonra cəmiyyət bunu doğru şəkildə qəbul edəcək. Mən yenə təkrar edirəm ki, bunu özüm üçün deyil, əzizlərim üçün eləyirəm. Azərbaycan xalqının heç bir üzvünün kimlərləsə qarşı-qarşıya gəlməmək üçün eləyirəm. Çünki heç bir film, heç bir sənət insandan dəyərli deyil deyə düşünürəm. Heç bir izləmə, çünki bu 100 min izlənib, 200 min izlənib, bu yenə də izlənə bilər, yenə də insanlar bu filmi
görə bilərlər, amma mən istəmirəm ki, kiminsə bu filmə görə başı ağrısın. Kimsə buna görə üzüntü yaşasın. Çünki biz bu filmi kimsə üzülsün deyə yox, gülsün deyə çəkmişdik. İnanıram ki, bu addımımız Azərbaycan xalqı tərəfindən anlayışla qarşılanacaq. Tezliklə filmin yeni versiyası edit olunub kanalımda paylaşılacaq. Diqqətiniz üçün təşəkkür edirəm. Var olun. Ümid edirəm ki, daha yaxşı işlərdə, daha gözəl filmlərdə görüşərik. Sağ olun.